Salam, hər vaxtınız xeyir olsun. Bugün bir stəkan mürəbbə şirəsi ilə çox dadlı şokoladlı peçenye resepti bölüşürəm. Qaba 2 ədəd yumurta, 1 stəkan şəkər tozu əlavə edib qarışdırıram. Üzərinə istənilən 1 stəkan mürəbbə şirəsi, 1 stəkan bitki yağı əlavə edirəm. 2 stəkan yarım un, 1 paket kabartma tozu, 2 xörək qaşığı kakao əlavə edib qarışdırıb yumuşaq bir xəmir hazırlayıram. Undan una fərqlilik göstərdiyinə görə sizdə biraz artıq da apara bilər. Bu şəkildə yumuşaq bir xəmir hazırladım. Üzərinə də şokolad əlavə edirəm. Xəmir yumuşaq olduğu üçün əlimi vurmuram. Sadəcə qaşıqla hazırlayıram. Bu qatılıqda xəmiri hazırladım. Peçenyeler eyni ölçüdə olsun deyə dondurma qaşığından istifadə edirəm. Dondurma qaşığının içərisinə xəmirdən yerləşdirirəm. Bu şəkildə. Yağlı kağıt sərdiyim soba listinə düzürəm. Önceden isitdiyim 180 dərəcəlik sobada 20-25 dəqiqə bişirirəm. Peçenyeler bişdi, artıq hazırdır. Üzərinə şokoladlı glazur əlavə edirəm. Glazuru hazırlamaq da çox asandır. 2 xörək qaşığı kakaonun üzərinə alana qədər soyuq su əlavə edib qarışdırırıq. İstədiyimiz qatılığa gələnə qədər. Glazura istəyə görə şəkər tozu da əlavə edə bilərsiniz. Mən etmədim. Glazur hazır olduqdan sonra peçenyelerin üzərinə əlavə edirəm. Glazuru əlavə etdikdən sonra öncə ələ yapışan olur. Qaldıqca peçenyenin üzərində quruyur. Çox sadə ərzaqlardan bu qədər dadlı, bu qədər gözəl şirniyyat hazırladığınıza heç kəs inanmayacaq. İnanın ki, çox dadlıdır. Çayın yanına hazırlayıb yoxlaya bilərsiniz. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.